qədim diyarımız Ordubadın Əli Behti məscidindəyik. Bax, görürsünüz, gəldik ki, buranı da ziyarət edək. Əli Behti məscidini də ziyarət edib, dualarımızı edib, namazımızı qılıb, yola düşək. Onlara hər bir Ordubadlını, hər bir buradan türkü salamlayırıq və hər birinizə də öz təşəkkürümüzü bildiririk. Bax, gəldik məscid. Gör, nə gözəl, qədim, gözəl bir ziyarətgahdır. Bax, baxın, gözəlliyinə baxın. Bax, gözəlliyinə baxın. Baxın, gözəlliyinə. Bax, gözəlliyə baxın, nə gözəldir. Nə gözəldir. Burada əlbəttə ziyarət eləmək çox gözəldir. Çox qədimli buranın bir avasatı var. Baxın, gözəlliyə baxın. Baxın. Allah bütün Türk dünyasını qorusun. Hər zaman mübarizəmiz öndə olsun. Ərazilərimiz tam böyük Azərbaycan, böyük Türk dünyasının olması üçün hər zaman dualarımızı edib Allaha qurban olaq və Allah Ordubadlıları qorusun. Çünki Ordubadlılar Azərbaycanın tarixinə böyük önəm veriblər, böyük şəxsiyyətlər veriblər və böyük şəxsi tanınmış insanları ilə öndə olublar. Gözəl bir Xudmanı kənddə olmuş, Ordubadın gözəl bir kəndində olan bir məscidi sizə tanış etdim. İndi telefonları söndürəndən sonra biz tək deyilik, bir qrup insanları öz ziyarətimizi edib Ordubadlılara buradan dua edəcəyik.